Bugün baş verənləri qısa, bildiyim məlumatı qısa çatdıracağım sizə nə baş veribdir. Saat 5 radələrində 6-ya işləmiş bir neçə nəfər ağzında maska, mülki geyimli şəxslər yaxınlaşaraq Əfqan Sadıqova ev geyimində zorakılıq göstərərək, heç bir məlumat vermədən, bir daha deyirəm, zorakılıq göstərərək maşına əyləşdiriblər və aparıblar. Xatırladım ki, bir də bu baş veribdir Cəlilabad rayonunda. Əfqan Cəlilabaddaydı. Əfqan Cəlilabadlıdır da, yəni bu bilməyənlər üçün də deyim bunu. Adam evdə oturduğu yerdə giriblər, baskın eləyiblər, heç bir məlumat vermədən ev geyimində, ev tapşırıqasında aparıblar. Har aparıblar deyir, özümüz bilərik. Burada ağa bizi kim də soruşubsa yaxında olanlardan, yaxın adamlardan kim də soruşubsa deyirlər, öz işinizlə məşğul olun, sizə də problem olmasın. Problem özünüzdə istəmirsinizsə, öz işinizlə məşğul olun, əlavə sual verməyin. Və bir də onu da qeyd etmək istəyirəm ki, orada kamera var idi. Həmən kameranı da biri var, girələr, silələr. Yox, silməklə kifayətlənməyiblər. Kameranı köklü kömələşməli. Elə bir ki, divdən divdəklədən dartıb qopardılar, aparıblar. Kamerada olan ki, Əfqanı gəliblər, aparıblar, o görüntülər kamerada düşür axı. Yəni o kameranı da yerindən söküb aparıblar. Gör ürəkləri nə qədər soyumur ki, yerindən söküb kameranı bütün aparıblar Əfqan apardıqları zaman. Və bir məlumatı da almışam ki, onlar rayona tərəf yox, yəni rayon istiqamətində getməyiblər. Cəlilabada yox, onlar Bakıya tərəf gediblər. İstiqaməti, yəni maşın istiqamətinə getmək istiqamətinə görə mən onu dəqiqləşdirdim. Onlar Bakı istiqamətinə gedibdir. Artıq indi Əlin Ağayevin padvalına aparıblar, vilayətin padvalına aparıblar. Bu bəxtəvərlər hamısı padvalla işləyir də, bilirsiniz, zirzəmi, elektroşok, insanlara işgəncə, və günahsız insanlara, yəni günahsız insanlara olunur. Bir daha deyirəm, bu baş verənlər, bu baş verən bütün cinayətlər, bu baş verən bütün qanunsuzluqlar, bütün bunlar hamısı günahsız insanların yaşadığıdır. İndi hansı padval aparıblar, kimin yanına aparıblar, kimlər Əfqanın başına hansı oyun gətirəcək də İlham Əliyev başda olmaqla özləri çox gözəl bilir.